işləmək istəyən özü üçün Azərbaycanda iş tapa bilər. Ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə. İlham Əliyev 2 gün əvvəl verdiyi müsahibəsində həm də Azərbaycandakı sosial vəziyyət və işsizlik məsələsinə toxundu. Dedi ki, Azərbaycanda işsizlik faizi onsuz da aşağıdır. Amma insanlar istəsələr iş tapa bilərlər. Çünki Azərbaycan hazırda tikinti bumunu xatırladır. Tikintidə işləyə bilərlər və ya onlara təklif edilən işləri bəyənmirlər. Bəs əslində işsizliklə bağlı vəziyyət insanların sosial rifahı nə yerdədir? Milli Şuranın sədri Cəmil Həsənli deyir ki, 2020-ci ilə qədər təbliğat belə idi ki, torpaqlar işğaldadır və bütün gücü ora verməliyik. Xalq amma 2020-ci ildən sonra da rifahlı yaşayış görmədi. İlham Əliyev tez-tez istinad eləyir. Bizim 80 milyarddan artıq valyuta ehtiyatımız var. Olsun, çox yaxşı. Və müqayisə eləyir ki, bizim daxili borcumuz, xarici borcumuz minimum həddədir. Amma sizin daxili borcunuz nə qədərdir? Yəni, o 80 milyardı Azərbaycan vətəndaşının həyatından kəsmişsiniz. Uşaq pulu verməmişsiniz. Standartlardan aşağı əmək haqqı vermişsiniz. Məsələn, dediyim 400 manat əmək haqqı nə deməkdir? Bu, ümumiyyətlə Azərbaycanda kütləvi əmək haqqı həmin bu 400 manat ətrafında cərəyan eləyir. Yəni, 400 manat əmək haqqı indiki şərtlərlə yaşayış minimumuna bərabərdir. Yəni, ölkə daxilində verəcəklərin Azərbaycan vətəndaşlarına vermirlər və deməli, valyuta fonduna toplayırlar və bununla da fəxr eləyirlər ki, bizim valyuta fondumuz bu qədərdir. Yəni, əslində o valyuta fondunda toplanan vəsaitin böyük hissəsi Azərbaycan hakimiyyətinin, Azərbaycan vətəndaşına olan daxili borcudur. Professor deyir ki, bahalaşmanı 10-20 qəpik edirlər, amma bunu bir il üçün hesablayanda hər ailənin büdcəsinə ciddi təsir olur. İş yerləri yaratmayan, iqtisadiyyatı dirçətməyən hökumət cərimə, rüsum və vergilərin artırılmasını qeyri-neft sektorundan büdcəyə gələn pul kimi hesablayır. Qeyri-neft sektoru odur ki, tədricən neftdən gələn gəlirlər hesabına bu yaranmalıydı, istehsal sahələri olmalıydı və nəticə etibarilə büdcə daxil olmalarının ağırlıq mərkəzi neft gəlirlərindən qeyri-neft gəlirlərinə transfer etməliydi. Və təəssüflər olsun ki, bu baş vermədi və 25-ci ildə ki, 26-cı ilin büdcəsi hazırlandı. 26-cı il üçün cərimələrin həcmi hələ ki, vətəndaşların pozmadığı qaydaların həcmi rəqəm olaraq büdcəyə daxil edildi. Bunu siz qabaqcadan haradan bilirsiniz? Bəlkə vətəndaş heç qaydanı pozmayacaq. Bunun büdcəyə salınması o deməkdir ki, vətəndaş qaydanı pozsa da, pozmasa da bu cərimə toplanmalıdır. Məsələn, tutalım, deyək ki, rayon yerlərində indi gedirlər o kafelər, restoranlar, nə bilim, kababxanalar var. Birdən-birə yoxlama gəlir, bunun üzərinə 5000 cərimə qoyur. Nədir bu cərimənin subyekti? Sən kabab bişirməklə ekologiyaya ziyan vurmuşsan. Yəni, faktiki olaraq cərimələr Azərbaycan vətəndaşının həyatının ayrılmaz bir hissəsinə çevrilibdir. İqtisadçı Vahid Məhərrəmli deyir ki, Azərbaycanda işsizlik problemi olmasaydı, hər il yüzlərlə Azərbaycanlı işləmək üçün xaricə üz tutmazdı. Hətta Rusiya, Ukraynada müharibə olduğunu bilərək orada fəhləliyə gedən insanlar az deyil. Azərbaycan kimi ölkədə geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Azərbaycandan 2.500.000 adam Rusiyaya gedib iş alınca. Əgər ölkədə iş varsa bu adamlar niyə gedib və niyə gedir? Hər gündə axın var. Yalnız Rusiya deyil, indi Qazaxstana ciddi axın var, Türkiyəyə axın var, Belarusa axın var, hətta Ukraynaya axın var, baxmayaraq ki, orada müharibədir. Azərbaycanlılar iş axtarır. İş öz vətənində olsa, Azərbaycanda olsa, niyə gedib başqa ölkələrdə iş axtarmalıdır? Özü də gözəl bilirlər ki, başqa ölkələrdə onlar üçün elə də münbit şərait yaratmırlar. Orduların vəziyyəti
heç də yaxşı deyil. Azərbaycanda işsizlərin sayının çox olmasını, hətta bir vaxt dövlətin öz qurumu olan observatoriyanın rəhbəri hesabat vermişdi bu işsizlikdən bağlı. Və o hesabatda qeyd edilirdi ki, Azərbaycanda 25 yaşına kimi gənclərin yalnız 24də biri özünə iş tapa bilir. Yəni institutu bitirən və yaxud da ümumiyyətlə 24 yaşına kimi. Və 35 yaşından sonra kişilər işə qəbul edilmir.